Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, istədim çəkəm həm toyuqlarımı sizə göstərəm. Bax, buraxmışıq otluğa, həm də bir mövzuya toxunam. Daha doğrusu mövzuya yox, belə deyək də, bir təklif eləmək istəyirdim. Yəni kimin toyuqda, ördəkdə, qazda, hündüşkada və s. Problemi varsa, burada rəyini açacağam, yazsın, o haqda videolar çəkəcəyəm. Yəni toyuqlarınızda nə xəstəlik varsa, yəni belədir, elədir, cücələrinizdə, hündüşka balalarında və yaxud ördək, qaz, həmçinin balalarında nə problemlər var deyəcəksiniz və o haqda mən videolar çəkib ətraflı danışacağım. Çünki burada bir də görürsünüz, çox siz suallar da doğrusu verirsiniz. Elə video daha doğrusu orada fikrimi bildirəmirəm. Ancaq belə eləyəcəyəm, necə deyim, video çəkib paylaşacağam da, yəni fikrimi aydın deyəcəyim. Ancaq da misal üçün bir də görəcəksiniz, belə deyim, 30 nəfər yazacaq ki, fikir eləyəcək ki, bizdə bu xəstəlik var, bizdə bu toyuğumuzda bu xəstəlik, ördəyimizdə bu xəstəlik, filan 5 məkan, 30 misal üçün sual veriləcək, mən hər gün birini paylaşacağam da. O bəzi belə deyək, düşüncəsiz insanlar o dəqiqə yazacaq ki, və bizim videomuzu niyə çəkmirsən, bizim verdiyimiz sual haqqında niyə video çəkmirsən, yəni belə düşüncəsizlər yazacaqlar. Yəni bir hamısını, indi bəli, bəzilərini başa düşürəm, olacaqdır, necə deyim, toyuğu xəstələnib, cücəsi xəstələnib, istəyir ki, bir tez çarə eləsin, qırılmasın. Amma mən o barədə yox, onlara təbii ki, çalışıb suallarına cavab verəcəyəm, hansı dərmanı versinlər, hansı eləsinlər. Ancaq o haqda da bir də video çəkəcəyəm ki, əgər başqalarının belə başına gəlibdirsə, onlar da bu şeyləri etsinlər də, yəni bu müalicələri etsinlər. Belə. Ona görə fikirlərinizi yazarsınız, nələriniz xəstələnibdir, toyuqdur, ördəkdir, qazdır, həmçinin cücələridir. Fikrinizi yazarsınız, yəni belə deyək, dərdinizi orada cavab verəcəyəm və o haqda da videolar çəkib paylaşacağam. Yəni belə deyək də, o suallarınıza uyğun videolar olacaqdır, ətraflı məlumatlar. Belə. İnşallah da ayın axırından sonra, yəni iyulun 10-undan sonra gözəl videolar gəlir kənd yerində. Ancaq bir şey deyim ki, o videoları çox bəyənməsəz, çox baxmasaz, axırıncı il olacaqdır. Da bir də çox dağda zadları çəkişlər olmayacaq. Ayda, həftədə bir dəfə video. Çünki bu boyda əziyyət çəkirik, bu boyda videolar hazırlayırıq, məlumatlar veririk. Boş-boş danışanlara gedib elə baxsınız ki, valla like qoysunuz, elə şeylə baxsınız. Bu boyda əziyyətlər, hər mövzuya toxunmaq. Yəni Azərbaycanda belə deyək də, özümü tərifləmək kimi çıxmasın. Mənim kanalım kimi kanal yoxdur. Yəni həm məlumatlar verən, həm bütün quşlar haqqında, yəni elə ikinci bir kanal yoxdur. Boş-boş danışanlara amma elə baxsınız ki, hansı ki sirkənə, sarımsaqla müalicə edir, elə görür hansı video da mövzu çox belə deyim səs yığır, o mövzuya 10 dənə video çəkibdir, 20 dənə video çəkibdir. Ay toyuqların immunitetini artırmaq üçün sirkənə və şeylə, onun adı nə idi? Sarımsaqla. Onu cəmaata kömək eləmək barəsində çəkmirik. Görür ki, o video çox yığır, o haqda da çəkir. Vallahi heç onun əvvəlki videolarına baxsaz əgər, indi bilirsiniz də söhbət kimdən gedir. Şpirisi, deməli baytar götürüb şpirisə dərmanı çəkib verir. Şpiris Türkiyənin istehsalıdır, deyir ki, filan belə deyək, Türkiyənin istehsalıdır bu dərman. Ta demir ki, bu şpirisin şeydir, şpirisin üzünə oxuyur. Ta bilmir ki, bunu baytar çəkib. Yəni bu qədər də bir savadlıq olmaz. Nə olsun, təsiri var, yoxdur.
bu qədər bir savadlıq olmaz. O baytara gedəndə baytar misal üçün belə deyək də, heç bilirsə çiktonikdir və digər dərmanlardır da, çəkir 100 qramlıq, 10 qramlıq, 20 qramlıq da belə şeylərdə verir. Məsələn 100 qramlığı şeydə verir, belə şüşədə zətdə, 20 qram zət istəyəndə heç bilirsə çəkir verir. Bu isə çəkir o təzə şpirsə də şpirsini də paketinə qoyur. Bu isə paketi oxuyur, deyir bax firma budur. Yəni bu qədər də belə deyək də bir savadlıq olmaz şpirsin şeyini oxuyub cəmaata məlumat verir ki, nəsə şey deyir. Yəni var elə kanallar indi ümumiyyətlə çoxu heç fəaliyyət göstərmir. Bir dənə iki dənəsi qalıbdı. O da ki, yəni əvvəlki videolarına baxsa görəcəksiniz ki, yəni elə məlumatlar verənlər var, boş-boş, yəni anlayışı olmayanlar. Ancaq mənim kimi belə açıq deyim, oxuyub bilən yoxdur. Yəni bu da göz qabağındadır ki, özünüz görürsünüz nə qədər kitablar, məlumatlar oxuyuram, edirəm. Yəni ona görə qiymətləndirmisiniz. Şeydir. Niyə belə oldu ekran? Hə. Qiymətləndirib like qoymusunuz. Nə bilim, yəni bu qədər məlumatlar verirəm. Hamısında həm təcrübəmi bölüşürəm, həm oxuyub kitablardan, zətdən. Yəni illərim mən belə deyək, sənətkarıyam. Bu sahədə çox fəaliyyət göstərirəm. Yəni bir dəqiqə o ağzı qaralar yazacaq ki, az özünü təriflə. Onlar da bloka gedəcək. Hansısa kanalın fake şeyləridir, gəlirlər. Nəysə. Belə. İnşallah yenə deyirəm, gözəl-gözəl videolar olacaqdır kanalımızda. Dağ yerindən, kət yerindən videolarımız gələcəkdir. Belə. Bu qədər siz də əziz izləyicilər, belə deyək, toxunarsınız, hansı videolara toxunmağımı, mövzulara toxunmağımı istəyirsinizsə, deyərsiniz o haqda videolar çəkib paylaşacağım. Belə. Yəni heyvanlarınızda nə xəstəlik varsa, toyuqda, cücədə, induşkada, qazda, ördəkdə deyərsiniz, o haqda video çəkib sizinlə paylaşacağım. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.